Burada keçək strategiyaya, portfel strategiyası. Mən uzun müddətdir ki, investisiya barəsində biz video çəkirik, maarifləndiririk və bizim risk menecment çox adam həmişə o belə risk menecment dərsi olanda, video sonunda skip edir, heç baxa bilmir. Lazım deyil o. Özümüz tənzimləyirik, amma risk menecment çox vacib investisiyada məqamlardan biridir və copy trading investisiyadır. Biz daha öncə danışdığımız kimi burada risk menecment vacibdir. Risk menecmentin də birinci, ən vacib üsulu diversifikasiyadır. Yəni siz bir portfel yaradanda sizin portfeliniz kifayət qədər diversifikasiya olmalıdır ki, siz hardasa eniş olanda o bir tərəfdə yüksəliş olsun və bu balanslaşdırılsın. Bu investisiyanın qızıl qaydasıdır. Əminəm kimsə investisiyayla məşğulsa bu barədə məlumatı var və burada deyir bütün yumurtaları bir səbətə yığmayaq. Bu o prinsiplə gedir və bazarın tendensiyasına aldanmayaq. Bəzən olur ki, bazar qalxır, hər şey qalxır, hər şey yaxşı gedir, düşünürsünüz ki, mən artıq professionalam, mən düzgün treyder seçmişəm, mən özüm düzgün ticarət edirəm, sabah bir eniş olanda hamısı itir. Yəni bunu nəzərə almaq lazımdır. Bu risk menecmentin əsas məqamlarından biridir.